Dərs 19 Səfəvilər 16-cı əsrdə mövzusunun ikinci video izahı ilə qarşınızdayım. Burada Şah Təhmasibin hakimiyyəti dövründən, Şah Abbasın hakimiyyətə gəlişindən, Xudaybəndənin dövründə Osmanlı ilə aparılan müharibələrdən və digər məlumatlardan sizlərə xəbər verəcəm. Deməli, Şah Təhmasib 1524-cü ildə taxta əyləşərkən cəmi 10 yaşı var idi. Az yaşlı olduğuna görə bu Qızılbaş əmirləri arasında çəkişmələrə gətirib çıxartmışdı. Hakimiyyətinə qarşı çıxışlar, qiyamlar var idi. Lakin o qiyamları vaxt keçdikcə yatızdırır və dövləti isə gücləndirmişdi. Belə bir dövrdə isə Osmanlının Azərbaycana yürüşləri baş verir. Belə ki, 16-cı əsrin 20-ci illərinin sonlarından etibarən Sultan Süleymanın dövründə də Osmanlılar fəal xarici hərbi siyasət yürüdürdülər. Azərbaycan torpaqlarına yürüş etməyi qərarlaşdırmışdılar. Birinci Təhmasibin Xorasanda Şeybanilərlə mübarizəsindən istifadə eləyirlər. Azərbaycana 1534-cü ildə yürüş eləyərkən, belə ki, 10-cu sinif ümumi tarixdəki verilən məlumata əsasən birinci Təhmasib Xorasanı itirir. Şeybanilərlə mübarizə nəticəsində bundan istifadə edən Süleyman isə 1534-cü ildə Azərbaycana birinci dəfə yürüş təşkil edir. O birinci yürüşü zamanı 1514-cü ildə atası Səlim kimi Təbriz şəhərini ələ keçirdir 34-cü ildə. Lakin Təhmasibin isə müdafiə tədbirləri var idi. O, Sultan Süleymanın yürüşündən əvvəl yandırılmış torpaq taktikası tətbiq eləmiş, əhalini ölkənin içlərinə doğru köçürtmüşdü. Osmanlı yeniçərilərinin əlinə keçə biləcək malqaranı tələf etmiş, su quyularını bastırmış və Osmanlının irəliləməsində maneələr yaratmışdı. Demək, Təbrizə ələ keçsələr də onlar geri çəkilməli olurlar. Geri çəkilərkən də Bağdad da daxil olmaqla Ərəb-İraqı itirilir. Deməli, Ərəb-İraqı 1534-də itirildi. 1535-ci ildə isə Osmanlı ikinci dəfə Azərbaycan torpaqlarına yürüş eləyir. Birinci yürüşdə olduğu kimi yenə Təbrizə ələ keçirdirlər. Birinci yürüşdə olduğu kimi yenə Təbrizi tutsalar da geri çəkilməli olurlar. Burada yayılan taun xəstəliyi, Osmanlı əsgərləri arasındakı taun xəstəliyi onların geri çəkilməsinə təsir göstərmişdi. Biz bunu 944-cü ildə Slavyanların Bərdiyə etdiyi yürüşlə də oxşar cəhət verə bilərik ki, Slavyan əsgərlərinin, Rus əsgərlərinin arasında yayılan taun xəstəliyinə görə də Slavyanlar geri çəkilməli olmuşdular. Və qeyd edeyim ki, həmçinin 1535-ci ildə Səfəvilərlə Osmanlı arasında Həmədan döyüşü baş verir. Həmədan döyüşündə Səfəvilər qalib gəlirlər. 1514-cü ildəki Çaldıran döyüşündən fərqli olaraq bu döyüşdə Səfəvi qüvvələri demək qalib gəlmişdi. Yəni ki, Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsini əhatə edən 1514-55-ci illərdəki mərhələdə Çaldıran döyüşündə Osmanlı, Həmədan döyüşündə isə Səfəvilər qalib gəldi. 1548 bu dəfə 3-cü yürüşünü təşkil edir Sultan Süleyman Azərbaycan torpaqlarına. Birinci, ikinci yürüşlərdə olduğu kimi yenə də Təbrizi ələ keçirilir. Birinci yürüşdə olduğu kimi Səfəvilər bu dəfə də yandırılmış torpaq taktikasından istifadə edirlər. Hətta qeyd edeyim ki, Sultan Süleymanın Azərbaycana bax bu yürüşünə Təhmasibin doğma qardaşı Əlqas Mirzə təhrik etmişdi Sultan Süleyman Azərbaycana yürüş etməsinə. Lakin yenə də geri çəkilməli olurlar. 1552-ci ildə isə Təhmasib bu dəfə Şərqi Anadoluya yürüş eləyir, Muşa qədər ki, deməli yaşayış məntəqələrini dağıdır ki, Osmanlı Sultanının növbəti hücum həmləsinin qarşısını almış olsun. Lakin Sultan Süleyman inadından vaz keçmir və 4-cü dəfə 1554-cü ildə 4-cü yürüş həyata keçirilir. Bu dəfə isə Təbrizi yox, Naxçıvanı ələ keçirilir, Naxçıvanı od vurub yandırır. Lakin bu yürüş zamanı da Osmanlı geri çəkilməli olmuşdu. Çünki Buğurt qalası yaxınlığında baş verən Buğurt döyüşündə deməli Osmanlı qüvvələri məğlubiyyətə uğramışdı. Həmədan döyüşündə olduğu kimi, 35-ci il Həmədan döyüşündə olduğu kimi 1554 Buğurt döyüşündə də Səfəvilər qalib gəlmişdi. Və beləliklə 1555-ci ildə Səfəv və Osmanlı müharibələrinin birinci mərhələsi başa çatır. Mərhələ Amasya müqaviləsi ilə başa çatmışdı. 55-ci ildə imzalanan Amasya müqaviləsinin şərtlərinə görə Şərqi Gürcüstan və bütövlükdə Azərbaycan Səfəvilərdə qaldı. Qərbi Gürcüstan və Bağdad da daxil olmaqla Ərəb-İraqı isə Osmanlı torpaqlarına birləşdirildi. Mən indi sizə Təhmasibin digər həyata keçirdiyi tədbirlərdən də danışım. Belə ki, 1538-ci ildə Şirvanşahlar dövləti üzərinə yürüş təşkil eləmişdi. Şirvanşahlar dövlətini süquta uğratmışdı. Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoymuşdu. Şirvan əyanlarının mal mülklərini müsadirə etmişdi və Əlqas Mirzəni, qardaşı Əlqas Mirzəni isə yenicə yaratdığı Şirvan bəylərbəyliğinə
İlk Bəylərbəyi təyin etmişdi 1538-ci ildə. Lakin sonradan qardaşı Təhmasibə qarşı dönük çıxır və 1547-ci ildə Təhmasibə qarşı Əlqas Mirzə qiyam qaldırmışdı. Bu qiyam yatızdırılmışdı. Həmən bax bu Əlqas Mirzə gedib Sultan Süleymana sığınmışdı. Hansı ki Uğurlu Məhəmməd də Ağqoyunlulara qarşı Həsən Padşaha qarşı qiyam qaldırmış, məğlub olmuş, Fatih Sultan Mehmedə sığınmışdı. Həmən bax bu Əlqas Mirzə də digər Osmanlı sultanı Sultan Süleymana sığınmışdı və qeyd elədiyim kimi Osmanlıların 3-cü yürüşündə təşkilatçılardan biri Süleymanı təhrik edən şəxs məhz Əlqas Mirzə olmuşdu. Lakin Osmanlıların 3-cü yürüşünün qarşısı alınarkən Əlqas Mirzə də ələ keçirilib lazımı cəzanı almışdı. 1551-ci ildə isə Səfəvilər uzun müddətdir ki, daxili müstəqilliyini qoruyub saxlayan Şəki hakimliyinin varlığına bir dəfəlik son qoyurlar və beləliklə də Şəkinin deməli artıq ləğv edilməsi ilə Şəki hakimliyinin Azərbaycan torpaqlarının mərkəzləşdirilmə prosesi 16-cı əsrin ortalarında başa çatır. Bu isə mədəni, iqtisadi, etnik birliyin inkişafına gətirib çıxartmışdı. Deməli, Təhmasib Azərbaycan torpaqlarını 51-də birləşdirdi. Atası Şah İsmayıl Şəki və Şirvanşahları tabe etmişdi. Oğlu Təhmasib isə Şirvanşahları 38-də, Şəkiyə 51-də tamamilə son qoymuşdu. Qeyd edeyim ki, o Amasya müqaviləsindən sonra paytaxtı Təbrizdən Qəzvin şəhərinə köçürdür 1555-də. Qəzvin çox qısa bir müddət Səfəvlərin paytaxtı olur, çünki artıq 1598-ci ildə Abbas da paytaxtı Qəzvindən İsfahana köçürmüş olacaq. Hətta eyni ildə İngiltərənin Moskva şirkəti ilə bir müqavilə imzalanır. Qızılbaş pəyinin Avropaya daşınma hüququ İngiltərənin Moskva şirkətinə verilsə də, bu 16-cı əsrin artıq ikinci yarısında ləğv olunur, sonlarına doğru ləğv olunur. Həmən bax bu ingilislərlə imzalanan müqavilə 1565-ci ildə, deməli 1565-də tamğa vergisini ləğv eləyir. Baxmayaraq ki, Həsən Padşah Ağqoyunlularda tamğanı ləğv etməyə, bax buradan yazım, tamğanı ləğv etməyə cəhd göstərsə də bacarmamışdı, amma Təhmasib ləğv eləmişdi. Bu isə iqtisadiyyatın, ticarətin canlanmasına səbəb olmuşdu. Mədəni yeniliklərinlə, dövrlərindəki baş verən hadisələrlə bağlı qeyd edə bilərəm ki, 1539-cu ildə deməli Şeyx Səfi xalçasını toxudur. 1544-cü ildə Şeyx Cüneyd məqbərəsinin inşası Təhmasibin dövrünə təsadüf eləyir Qusarda və tarixçi Həsən bəy Rumlu olmuşdu. Həsən bəy Rumlu tərəfindən Əhsən ət-Təvarix əsəri yazılmışdı ki, Əhsən ət-Təvarix əsərinin son cildi dövrümüzə qədər gəlib çatmış və həmən o kitab sayəsindədir ki, biz indi Təhmasibin haqqında baş verən hadisələrdən, 2-ci İsmayılın dövründə baş verəcək hadisələrdən danışa bilirik. Təhmasibin dövrü bu qədər. 1576-cı ildə vəfat eləyir. Gəlin keçək onun oğlanlarının və davamçılarının hakimiyyəti dövründə baş verən hadisələrə. 2-ci İsmayıl hakimiyyətə gəlməmişdən əvvəl atasının dövründə 20 il məhbus həyatı yaşamışdı. Lakin 1576-cı ildə taxta çıxarılır, cəmi 1 il hakimiyyətdə olur, sərt cəza tədbirləri həyata keçirilir, mərkəzləşdirmə siyasəti aparır, Şiə-Sünni ixtilafına son qoymağa çalışır, lakin bu onun elə ölümünə də səbəb olur. Sui-qəsd nəticəsində öldürülməsindən sonra 2-ci İsmayıl bu dəfə taxta Məhəmməd Xudabəndə əyləşir. Məhəmməd Xudabəndənin hakimiyyəti dövrünə gəldikdə isə mərkəzi hakimiyyət zəifləmişdi, Səfəvi xəzinəsi boşalmışdı, hakimiyyət uğrunda mübarizələr artmışdı, daxili çəkişmələr baş vermişdi. Hətta həyat yoldaşı Məhdi Ülyanı dövlətdə 2-ci dərəcəli vəzifəyə gətirir, vəkil vəzifəsinə yəni təyin eləyir. O isə tacik tayfalarını dövlət vəzifələrinə təyin etmişdi. Bax, belə bir dövrdə Osmanlılar da Səfəvilərin daxilindəki o zəifləmiş vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarına növbəti hücum həmlələrinə başlayırlar. Belə ki, Van hakimi kürdlərin qiyam qaldırmasından istifadə edərək Xosrov Paşa 1578-ci ildə Azərbaycanın qərb sərhədlərini pozaraq Azərbaycan torpaqlarına daxil olur. 1578-1590 Səfəvi Osmanlı müharibələrinin beləliklə ikinci mərhələsi başlayır. Və qeyd edeyim ki, 16-cı əsr Səfəvi Osmanlı müharibələrinin ikinci mərhələsində Osmanlıların müttəfiqləri Krım türkləri idi. Hətta Osmanlılar növbəti irəliləyən tarixlərdə 16-cı əsrin 80-ci illərində isə Şeybaniləri də özlərinə tərəf çəkməyə nail olurlar.
Şeybanilər də ikinci cəhbəni açır Səfəvilərə qarşı və Səfəvilərin şərq sərhədində Xorasanda da Şeybanilər Səfəvilərlə mübarizə aparırlar. Bundan az sonra danışaram. Hələ gəlin biz baxaq görək ikinci mərhələdə hansı proseslər baş verdi. İkinci mərhələ başlayanda ilk döyüşlərdə Səfəvilər uğurlar əldə edirlər. Amma Osmanlı Sultanı 3-cü Murad Mustafa Lələ Paşanı əlavə 100 minlik qoşunla Azərbaycan torpaqlarına yönəltməsi vəziyyəti Osmanlının xeyrinə dəyişdirmişdi. Belə ki, 1578-ci ildəki Çıldır göl yaxınlığındakı döyüşdə Səfəvi ordusu məğlub olmuşdu. Beləliklə, Səfəvilərin əlində olan Şərqi Gürcüstan itirilmiş, Osmanlı Şirvana daxil olmuşdu. Şirvan ərazisində Səfəvilərə qarşı baş verən növbəti bir qiyam isə Osmanlının işini asanlaşdırmışdı. Deməli, belə bir oxşarlıq da verə bilərik ki, istər 16-cı əsrin birinci yarısında 1547-də, istərsə də 16-cı əsrin 70-ci illərində, 16-cı əsrin ikinci yarısında Şirvan ərazisində Səfəvilərin mərkəzi hakimiyyətinə qarşı qiyamlar baş vermişdi. Yaxşı, həmən bax bu qiyamdan sonra və Çıldır deməli, döyüşündən sonra Səfəvilər Şirvan ərazisini itirdilər, amma Səfəvi ordusunun baş komandanı Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə 1578-ci il Molla Həsənli döyüşündə Osmanlının müttəfiqi olan Krım türklərini ağır məğlubiyyətə uğradır. Onların rəhbəri Adil Cərayı əsir alır və nəticədə Şirvan ərazisini azad etməyə müvəffəq olur. Lakin 1583-cü ildəki Niyazabad döyüşündəki Səfəvi qalibiyyətinə baxmayaraq, Səfəvilərin daxilində baş verən daxili çəkişmələr bu mübarizələrin Səfəvilər üçün o qədər də uğurlu yadda qalmasına gətirib çıxartmır. Deməli, baxmayaraq ki, Çıldırda məğlub oldu Səfəvilər, Molla Həsənli və Niyazabad döyüşlərində qalib gəldilər, amma bu dövrdəki, Xudabəndənin dövründəki daxili çəkişmələr Osmanlının işini asanlaşdırdı. Onlar 1583-cü ildə Çuxursad ərazisini ələ keçirdilər, Şeybaniləri müharibəyə cəlb eləməli oldular. Osmanlılar Şeybanilərin yardımından istifadə elədilər. Şeybanilər də 16-cı əsrin 80-ci illərinin ikinci yarısında Xorasanı ələ keçirdi. Və 1585-ci il Sufyan döyüşündəki məğlubiyyət isə Səfəvilər üçün çox ağır oldu. Çünki Səfəvilər Sultan Süleymanın dövründə olduğu kimi Sultan 3-cü Muradın dövründə də Təbrizi itirdilər. Təbriz Osmanlı qüvvələri tərəfindən ələ keçirildi. Dünyanın o dövrki ən böyük bazarı, örtülü bazarı, Qeysəriyyə bazarı isə atəşə verildi və yandırıldı. Və belə bir dövrdə Səfəvi ordusunun baş komandanı Həmzə Mirzə Osmanlı ilə sülh danışıqlarına başladı. Həmzə Mirzənin məqsədi o idi ki, o Təbrizin Səfəvilərin əlində qalması şərti ilə Osmanlı ilə müqavilə imzalamaq istəyirdi. Amma qarşı tərəf isə bu barədə inadkarlıq eləyir. Osmanlı isə tutduğu bütün ərazilərin, bütün Azərbaycan torpaqlarının Osmanlının tərkibində qalması şərti ilə müqavilə imzalamağa tərəfdar olduqlarını bildirirdilər. Və beləliklə də Osmanlının istədiyi oldu. Çünki 1586-cı ildə Səfəvilərin o ayaqda duran əsas sütunu olan, əsas gücü olan Həmzə Mirzənin Qarabağda öldürülməsi Osmanlının işini asanlaşdırdı. Bu dövrdən sonra artıq Osmanlılar qısa bir müddətdə Azərbaycanın demək olar ki, bütün ərazilərini ələ keçirdilər, bəzi şəhərlərimiz istisna olmaqla və Osmanlılar bu döyüşlərdə böyük uğurlar əldə etmiş oldular. Və belə bir dövrdə Azərbaycanın gələcəyini düşünən, Səfəvilərin varlığını düşünən Qızılbaş əmirləri fərasətsiz olan Xudabəndəni devirirlər hakimiyyətdən. Oğlu Abbası 1587-ci ildə taxta əyləşdirirlər və Səfəvilər növbəti prime dövrünü yaşamağa başlayır. Abbasın dövründən etibarən hakimiyyətinin ilk illərində əvvəlcə hakimiyyətinə qarşı olan çıxışları yatızdırır. Osmanlı ilə müharibələrin aparılmasının mənasız olduğunu dərk elədiyinə görə Osmanlı ilə sülh danışıqlarına başlayır və nəticədə 1590-cı ildə Osmanlı ilə 1-ci İstanbul sülhünü imzalayır. Həmin o İstanbul sülhü idi ki, Səfəvilərin tarixindəki ilk və yeganə ağır şərtli, ən ağır şərtli müqavilə olur. Müqavilə bəndlərinə nəzər salsaq, Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Lənkəran və Qəzvindən başqa, adını yazdığımız ərazilərdən başqa digər bütün Azərbaycan torpaqları və həmçinin Şərqi Gürcüstanla İranın qərb əraziləri keçir Osmanlı dövlətinin ixtiyarına.
İndi isə mən sizə Şah Abbasın həyata keçirdiyi islahatlardan da məlumat verim və videonu beləliklə yekunlaşdırmış olaq. Az öncə də qeyd elədiyim kimi 1587-ci ildə saray çevrilişi nəticəsində Şah 1-ci Abbas Səfəvi taxtına əyləşir. Onun hakimiyyətə gəldiyi dövrdə Səfəvilər əvvəlki qüdrətini artıq itirmişdi. Torpaqlarının əksər hissəsi Osmanlı işğalı altındaydı. Xorasan Şeybani işğalı altındaydı. Hind okeanına çıxış mümkün deyildi. Hörmüz Portuqallar tərəfindən işğal olunmuşdu və qısaca Səfəvilər əvvəlki gücündə deyildilər. Ona görə də Şah Abbas hərbi, inzibati və digər sahələrdə mühüm islahatlar həyata keçirdir. Əsas diqqətini əvvəlcə yönəldir ordu islahatına. Onun ordu islahatına keçirdiyi tədbirlərə əsasən tayfa başçılığında irsilik prinsipini ləğv eləyir. Tayfa müxtəlifliyi prinsip əsasında qoşun formalaşdırır və qızılbaşlara tək başına silah gəzdirməyə qadağan eləmişdi. Ordusunu əsasən 2 hissəyə bölür. Bunlardan biri təbii ki, daimi nizami orduydu. Hər zaman şahın əmrlərinə hazır olan bu qoşun tərkib hissəsi ibarət idi tüfəngçilərdən. Təqribən sayı 12 minə qədər çatırdı. Əsasən əhalinin yoxsul təbəqəsindən seçilirdilər. Topçu dəstəsi var idi, topxanası var idi. Səfəvlərin dövründə Şah Abbasın hakimiyyət illərində əsasən qalaların mühasirəsi, qalaların alınması zamanı istifadə olunurdu topçu birliklərindən. Qulamlar var idi ki, şahın ordusunun əsas zərbə gücü idilər və Osmanlıdakı Yeniçəri birləşmələrinə bənzəyirdilər ki, hansı ki, qeyri-müsəlmanlar, xristiyan uşaqlar erkən yaşlarından etibarən sarayda xüsusi hərbi təlimlə keçirilir və qulam dəstələrinə qəbul edilirdilər. Həmçinin digəri isə süvari ordusu idi ki, qızılbaş atlılardan ibarət olan süvari ordular yalnız döyüşlər zamanı çağırılıb bir araya toplanırdılar. Bax, bu onun hərbi islahatları idi. Artıq Şah Abbasın biz dövründən etibarən görürük ki, orduda geniş odlu silahdan istifadə eləyirlər. Həsən Padşahdan, Şah İsmaildən fərqli olaraq Şah Abbasın dövründə. İnzibati islahatlarına gəldikdə isə o da Şah İsmail kimi, Şah Təhmasib kimi yeni bəylərbəylik yaradır. Belə ki, onun dövründə Azərbaycanın əlində qalan o 1-ci İstanbul sülhünün şərtlərinə əsasən olan torpaqlarda Azərbaycan bəylərbəyliyi yaradır. Mərkəzinə Ərdəbil təyin eləyir. Rəhbərini Zülfüqar bəy Qaramanlını təyin eləmişdi və Azərbaycan bəylərbəyliyinin Azərbaycan qoşunu adlı hərbi hissəsi də var idi. 1598-ci ildə isə paytaxtı ölkənin daha da içlərinə köçürdür. Hansı ki, qədim İran şəhəri olan İsfahana 1598-ci ildə köçürülən paytaxt Qəzvinlilərin könlünü almaq üçün və daha çox türkləşdirmək üçün şəhəri Azərbaycan torpaqlarından İsfahana Azərbaycanlılar köçürülür. Vergi tədbirlərindən də danışa bilərəm. Hansı ki, onun dövründə vergi özbaşınalığına son qoyulmuşdu. Ticarətin inkişaf elətdirilməsinə maraqlı olmuşdu Şah 1-ci Abbas. Hətta Ordubadı bütün vergilərdən azad eləmişdi. Qeyd edeyim ki, bəzi şəhərləri də müəyyən vergilərdən azad edir. Bunların hansı şəhərlər və hansı vergilər olduğu bizə bəlli deyil. Lakin müəyyən şəhərləri də vergilərdən azad etmişdi Şah 1-ci Abbas. Mədəni tədbirlərindən də sizə danışa bilərəm. Belə ki, onun hakimiyyəti dövründə İskəndər bəy Münşi onun tarixçisi olmuş, dünyanı bəzəyən Abbas adlı bir tarixi əsər qələmə almışdı. Gəncədə Şah 1-ci Abbas məscidi inşa olunmuşdu. Hətta Şah Abbasın hakimiyyəti illərindən etibarən istər Azərbaycanda, istər Osmanlı torpaqlarında Osmanlı zülmünə, Osmanlı özbaşınalığına, vergilərin artırılmasına, soyğunçu, talançı siyasətinə qarşı Osmanlının çıxışlar baş verir. Bu hərəkat, bu çıxışlar Cəlalilər hərəkatı hesab olunur. Osmanlıya qarşı idi. 1591-ci ildə Təbrizdə ilk böyük çıxışları olmuşdu ki, Cəlalilər hərəkatının məqsədlərindən biri də həm də Azərbaycanı Osmanlı zülmündən azad etmək idi. Hətta Şah Abbas onların qüvvələrindən istifadə etmiş. Osmanlıya qarşı 1608-ci ildə onların Çuxursəddə yerləşməsinə də icazə vermişdi. Şah Abbasın bax bu danışdığım tədbirlərindən sonra Səfəvilər əvvəlki qüdrətini, gücünü bərpa etmiş, Osmanlılarla və digər xarici işğalçılara qarşı mübarizədə güc qazanmış və artıq biz növbəti dərsdə isə Şah Abbasın Osmanlıya, Şeybanilərə və Portuqallara qarşı apardığı mübarizələrdən, Osmanlı ilə imzaladığı müqavilələrdən və digər 17-ci əsrdə baş vermiş məsələlərdən məlumatlı olasıyıq növbəti dərs 20-də. Burada isə dərs izahımız yekunlaşır. Əziz müəllimlər, hörmətli müəllimlər, şagirdlərimiz, abituriyentlərimiz və bütün kanalımızı izləyən tarix sevərlər. Yeni videolardan xəbərdar olmaq üçün aşağıdakı abunə ol butonuna klik edin, bildirim zilini açın ki, hər yeni videodan xəbərdar olasınız. Video isə xoşunuza gəldisə, abunə ol butonundan əlavə videonu bəyənməyi də unutmayın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.